Bu vlogu keçsən ən yaxşı hissəni qaçıracaqsan. Bilirsiniz ki, dünən tədbirə getmişdim və istədim həmin günümü vloqluyum, sizinlə də bölüşüm. Burada sizə dırnaqlarımı göstərirəm, çünki səhərin 7-sində oyanıb düzəltmişdim və artıq gəldim tədbirin keçiriləcəyi yerə. Düzdür, əvvəl yolu tapmaqda çətinlik çəkdim, amma sonra özüm həll elədim. Burada isə artıq səhnəyə çıxmaq üçün tam hazıram və artıq gördüyünüz kimi səhnədəyəm, oxuyuram. Ondan sonra yenidən özümü çəkmişəm. Burada artıq tədbir bitmişdi və mən qayıdırdım evə. Əlavə vaxtım olduğuna görə istədim ki, mağazalara girim və oradan özümə yeni məhsullar alım sizinlə bölüşmək üçün və onları da başqa videoda göstərəcəm təbii ki. Burada isə artıq gördüyünüz kimi geyim mağazasındayım və bu Bardov'u da onu çox bəyəndim əslində, amma evdə ona bənzəri var deyə almadım və beləcə oradan da çıxdım, gəldim buradan özümə tum aldım, sonra marketə girdim, sok falan aldım, qayıtdım evə və beləcə də bir günümü bitirdim. Bu qədər idi. Əgər bəyəndinizsə məni izləməyi unutmayın. Hələlik.